Salam, xoş gördük dostlar. Bugün Mart ayının 11-i 2026-cı ildə Almaniyada, Münhen şəhərində Bavariya parlamentinin önündə siyasi məhbuslara azadlıq aksiyası təşkil etmişik, DAS təşkilatının üzvləri olaraq və biz buradan növbəti dəfə Azərbaycan hakimiyyətinə səslənirik ki, tezliklə Azərbaycanda başladıkları bu siyasi kampaniyalara, siyasi şərləmələrə son qoysunlar və bizim nə qədər qanunsuz yerə həbs olunan, şərlənən və işgəncəyə məruz qalan siyasi məhbuslarımız var. Onları tezliklə azad eləsinlər və biz buradan söz veririk ki, nə qədər ki Azərbaycanda İlham Əliyevin və onun başında olan quldur polis dəstələrinin özbaşınaçılıqları və Azərbaycanda apardıqları repressiyalar davam eləyəcək. Biz də susmayacağıq. Azərbaycan xalqının haqqını tələb eləyəcəyik və bunu bütün dünyaya duyuracağıq.